Gəlin sizə deyim İran dövlətini necə yıxa bilərik. Axır videomda yazılan yorumlardan söyüşləri çıxdıqdan sonra ortaq bir tema və ya sual ortaya çıxır. O da budur ki, Amerika gəlib İranı vurmasa biz bu zalimlərdən necə qurtulacağıq? Bu suala cavab olaraq sizə 3 partlı video ilə gəlmişəm. 1. Səfərbərlik. İranda hər neçə ildən bir təzahüratlar baş verir və bunlar çox şiddətli olsa da, misal olaraq keçən ay olanlar və ya qadın yaşama azadlıq protestolarına baxdığımız zaman bunların başarısız olma səbəblərindən biri partlayış və reaksiyoner olmasıdır. Fərqli desək, bu təzahüratların heç biri planlı, proqramlı, organizə olmuş təzahüratlar deyil idi. Hamısı reaksiyoner olaraq bir şey olur və ona cavab olaraq olan protestoları idi. Bu protestoların səfərbərlik üzərinə olmaması onların uduzma səbəblərindən biridir. Böyük bir dəyişiklik bu istər dövlət olsun, istər öz şəxsi həyatımızda olsun, birdən-birə şansla ola bilən bir şey deyil. Disiplin istir, hazırlıq istir, təşkilatlanma istir. Sosial hərəkətlərdə uğurlu olmaq və nəticə almaq üçün biz yerə həm maddi, həm qeyri-maddi resurslarımızı, qaynaqlarımızı, bu istər işçi qüvvəsi olsun, istər pul olsun, istər təşkilatlanma olsun, istər kütləvi məlumat yayma və ya şəxsi əlaqələr olsun, hamısını disiplinli və orqanizə bir şəkildə səfərbərləndikdən sonra qabağa aparmalıyıq. Səfərbərlikdən və ya orqanizə olmaqdan danışanda insanlar tez-tez deyirlər ki, bizi birləşdirən bir liderimiz yoxdur. Bizim liderə ehtiyacımız yoxdur. Bizim 100 dənə, 1000 dənə liderlərə cəm bağlıram ehtiyacımız vardır. Xaricdə olan heç kim sizə lider ola bilməz. Liderlərin hamısı içəridən çıxacaqdır. Bizim Səlmasda, Bakıda, Qoşaçayda, Urmiyədə, Zəncanda, Təbrizdə hər yerdə liderlərə ehtiyacımız vardır. Xaricdə olan insanlar, mən və ya digərləri sizin şəhər səhlidir, sizin məhəllənizdə olan problemləri belə sizdən yaxşı bilə bilməz. Siz öz şəhərinizdə, öz məhəllənizdə, öz küçənizdə başlamalısınız ki, barabar danışmağa, qruplaşmağa, birləşməyə və bu sahədə bir-birinizin problemlərinizi başa düşüb, gələcək üçün nə istədiyinizi başa düşməyə. Hamımız İran dövlətinin getməsini istəyirik, düzdür. Odur bizim düşmənimiz olar. Bizim fərqli düşüncədə olsa da qonşularımız, ailə fərdlərimiz, dostlarımız deyillər. Sizə məxsus olan problemləri siz bilirsiniz. Siz orada o zülmün altında yaşayan, mən və ya xaricdə olan insanlar yox. Onun üçün də bir-birinizlə danışmağa, səfərbərlənməyə, məhəllənizdə, öz şəhərinizdə təşkilatlar qurmağa başlamalısınız. Ancaq bir-birimizlə danışaraq, bir-birimizi anlayaraq biz başlaya bilərik bir gələcək quraq. Və o gələcəyi qurmaq üçün də biz məcburuq təşkilatlanaq. Sizi qurtaracaq lider axtarırsınız, gedin aynada baxın, görəcəksiniz o lideri. Sizi ancaq siz özünüz qurtarın.